Tez-tez sidiyə çıxırsansa, sidiyə çıxan zaman az-az, damcı-damcı idrarını edirsənsə, idrarın tünd rəngdə, kəskin qoxudadsa, bu qarışım sənin üçündür. Çünki həm hazırlanması asandır, həm də bir müddət daimi istifadə edildiyi zaman bu problemlərdən səni qurtaracaq. Necə hazırlanır? Ekrandakı ağrıya toxun, qırmızı olsun, izah edeyim. Götürürsən 1 stəkan 200 ml qaynar suyu, içinə 1 çay qaşığı razyan atırsan, 1 çay qaşığı çoban yastığı, yəni papatya atırsan, ağzın örtüb 15-20 dəqiqə dəmlədirsən. Dəmlədəndən sonra bir dənə limon dilimi atırsan içinə. Gündə bir dəfə gün orta az qarına içirsən. Elə ilk istifadədən CD ifrazatındakı fərqi hiss edəcəksən. Bu videonu hər kəslə paylaş və məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan Əzzatın Baloğlanla hər zaman sağlam qalasan. Unutma, video maarifləndirici videodur, müalicə məqsədli deyil.